Salam, hər vaxtınız xeyir. Salam, xoş gəlmisiniz. İcazə versəz özümü təqdim edeyim. Qasımov Səfər, mikroblading, permanent və qaş silmə ustası. Təcrübəm 10 ildən çoxdur. Təhsilimi Rusiya, Türkiyə və Azərbaycanda beynəlxalq dərəcəli sertifikat olan malik olan ustayam. Buyurun, suallarınız varsa verə bilərsiniz. Gəlin biraz prosedurlardan danışaq. Mərkəzdə hansı prosedurlar həyata keçirilir? Mərkəzimizdə bütün qaşa aid olan prosedurlar, mikroblading, permanent prosedurları, permanent ten effekti, pudra effekti, ambra effekti və qalıcı liner, dodaq permanent proseduru, kiprik qaynağı, kiprik laminasiya prosedurları icra olunur. Gözəllik mərkəzlərində adətən düzgün usta və peşəkarlıqla yanaşı, həmçinin qulluq vasitələri də bildiyimiz kimi çox əhəmiyyətlidir. Gəlin biraz da məhz düzgün qulluqdan danışaq. Hansı serumlardan istifadə olunmalıdır? Nələr tətbiq olunmalıdır? Bəli, siz düzgün vurğuladınız. Çox təəssüf ki, hal-hazırda bizim sayımızda olan ustaların, belə deyək, qeyri-peşəkar ustalar istifadə etdiyi ləvazimatlar, istifadə etdiyi boyalar keyfiyyətsiz olduğu üçün bir neçə fəsadlara gətirə bilir. Dəri allergiyasına, dəri xəstəliyinə. Ona görə buradan sözüm bizim xanımlarımıza, əziz xanımlar, siz getdiyiniz mərkəzlərdə, salonlarda mütləq şəkildə diqqət edin. İstifadə olunan ləvazimatlar bir dəfəlik adına razı istifadə olunur, yoxsa yəni bir neçə dəfə istifadə olunan ləvazimatdan sizə prosedur icra olunur. Təbii ki, ustadan sertifikat tələb edə bilərsiniz ki, sertifikatı sizə təqdim eləsin. Boyaların, sertifikatın, istifadə olunan bütün ləvazimatların, serumların, sertifikatların sizə təqdim etməlidirlər. Yəni, hər bir halda diqqət edin, hər şey şəffaf olmalıdır. Bayaqların prosedurlardan danışdıq və yanlış olunan prosedurlar da var. Yanlış olunan prosedurlar hansı xəstəliklərə gətirib çıxarır? Bəli, düzgün icra olunmayan zaman dəridə bir çox fəsadlar hallar baş verə bilər. İlk öncə allergik reaksiyalar verilir. İstifadə olunan ləvazimatlar sintetik tərkibli olunan zaman allergiya olan xanımlar, hiperallergin olan xanımlara belə deyim, əks təsirdə çox pis fəsadlar verə bilər. Və təbii ki, bu xəstəliklərdə göbələk xəstəliyi, psoriaz, hepatit xəstəliyinə qədər, çünki biz etdiyimiz prosedurlar birbaşa dərinin epidermis qatında icra olunur. Bütün ləvazimatlar bir dəfəlik istifadə olunmalıdır. Əks halda hər hansı bir xəstəlik ehtimal var ki, xanım xəstəliyi tuta bilər. Peşəkar ustanı seçməklə yanaşı, həmçinin düzgün qulluq vasitələri də bildiyimiz kimi çox vacibdir. Bəs sizin yanaşmanız necədir? Necə qulluq olunmalıdır? Təbii ki, qulluq qaydası çox vacibdir. Usta istifadə etdiyi məhsullardan başqa siz etdiyiniz qulluq qaydasından qalıcı müddəti və necə tonda rənglər qalacaq qaşlarda, misal üçün qalıcı liner olsun, dodaq proseduru olsun, qaş proseduru olsun. Edilən qulluq qaydası bizim 50% işi təhvil verir, 50% sizdən asılıdır. Təbii ki, burada bir şey vurğulamaq istəyirəm. Biz Azərbaycanda ilk və tək mikroblading, permanent sayəsində bizə məxsus olan boyalar istismar etmişik. Beynəlxalq dərəcəli olan sertifikatlı boyalardır. Buradan fəxrlə deyə bilərəm ki, biz bu boyaları 1-2 il yox, hətta 3-4 il fərqli testlərdən, sınaqlardan keçirəndən sonra əminliklə deyə bilərik ki, bu boyalar dəridə qızarma, göyərmə vermir, tam zəmanət verilir. Bu boyalar sırf peşəkar ustalar üçündür. Baxın, Azərbaycanda heç bir ustanın özünə məxsus olan boyalar yoxdur. Şəxsən bizim ustalara şəxsən mənə başqa yerlərdən təklif gəlibdir. Bizim boyaları istifadə edin, bizim boyaları fərqli şəkildə öz adınızı qeyd edərək satış edin, prosedurlar icra edin. Azərbaycanda çox təəssüf ki, keyfiyyətli boyalar çox azdır. Bəli, var, amma çox təəssüf qızarma göyərmə olmur, amma bir neçə müddətdən sonra tez bir müddətdə bozarma gedir qaşlarda. Və biz laboratoriya testlərindən keçirəndən, yəni bir neçə ildə keçirəndən sonra gördük ki, bizim boyalar
həm rəngini olduqca mükəmməl saxlayır. Təbii ki, qızarma, göyərmə olmur. Yəni bu boyalar mükəmməl bir nəticə əldə etmək üçün bu boyalardan istifadə etməyi mən tövsiyə edirəm. Qeyd edim ki, bizdə qaş prosedurlarının, qaşa aid olan prosedurlar, istifadə olunan boyalar başqa, dodaq permanent prosedurları və qalıcı liner prosedurları aid olan boyalarda bizə məxsusdur, biz istehsal edirik və bütün bizim özəlliyimiz odur ki, rəng keçidi seçim çoxdur. Dodağa aid olan qalıcı liner proseduru və təbii ki, qaş prosedurlarına aid olan boyalarımız seçim çoxdur. Qeyd etmək istəyirəm ki, bizim laboratoriyamız var. Hər bir məhsulla təkcə boyalar deyil, bizə məxsus olan serumlar var. Kiprik üçün, qaş üçün, dodaq prosedurları üçün, liner prosedurları üçün və bu məhsulları istifadə edən xanımların nəticəsini səhifədə görə bilərsiniz. Bu məhsullar sırf bizə aiddir. Biz heç kimi kopyalamamışıq. Hər bir şey, hər bir məhsul sırf özümüzə aiddir. Məhz özünüz peşəkar olduğunuz kimi, həmçinin peşəkarlar da yetişdirirsiniz. Bildiyim qədərilə mərkəzinizdə kurslar da fəaliyyət göstərir və mənə çox maraqlıdır bu kurslarda hansı prosedurlar, hansı yollardan keçir və daha sonra bu kursları bitirən tələbələrin aqibəti necədir? Bəli, bizim permanent mərkəzimizdə Microblading Permanent Studiyada kurslarımız keçirilir, beynəlxalq sertifikatla tərtib olunur. Kurslarımız qrup şəklində deyil, individual şəklində keçirilir. Yəni fərdi şəkildə hər bir usta tələbəmizə